Bundan sonra Azerbaycan hiç kəsdən asılı olmayacaktır. Hiç kəsin vassalı olmayacaktır. Ancak öz taleyini her gün halledecek ve öz geleceğini halledecektir. Müstakil, serbest olacaktır. Heydər Əliyev yalnız bir siyasetçi değil, xalqın yaddaşına dövlətçilik məktəbi yaradan, uzaq görən rəhbər kimi həkk olunub. 1923-cü ildə Naxçıvanda anadan olan dahi şəxsiyyət ömrünü Azərbaycanın yüksəlişinə və sabit gələcəyinə həsr etdi. SSR-də Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsinə yüksələn ilk Azərbaycanlı olan Heydər Əliyev 1969-cu ildə Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra sənaye, kənd təsərrüfatı və təhsil sahələrində böyük islahatlar həyata keçirdi. Onun təşəbbüsü ilə minlərlə Azərbaycanlı gənc Moskvada və indiki Sankt-Peterburqun nüfuzlu ali məktəblərinə göndərildi ki, bu da sonradan milli elitanın formalaşmasında həlledici rol oynadı. Azərbaycanın bütün uşaqlarına şən həyat, saadət və xoşbəxt gələcək arzulayıram. Hər bir insan öz həyatının mənasını və gələcəyini uşaqlarda görür. Uşaqlar hər bir ailəyə xoşbəxtlik bəxş edir. Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir. Uşaqlar hamımızın həm bu günüdür, həm də gələcəyidir. SSR rəhbərliyində yeganə Azərbaycanlı olan Heydər Əliyev Moskvada Azərbaycanlıların maraqlarını müdafiə etməkdən çəkinmirdi. Ermənilərin Dağlıq Qarabağla bağlı olan planlarını ilk dəfə 1980-ci illərin əvvəllərində Kremlin qapalı iclasında ifşa edən şəxs də məhz o idi. Heydər Əliyev 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri olmuş və burada mühüm siyasi fəaliyyət göstərmişdi. 93-cü ildə sizlə bərabər Naxçıvanda yaşadığım günləri heç vaxt unutmuram. Heç vaxt unutmayacağım. 1993-cü ildə ölkədə siyasi böhran zamanı xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanın müstəqilliyinin qorunmasında və dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynamışdı. 1994-cü ildə imzaladığı əsrin müqaviləsi Azərbaycanın neft strategiyasının təməlini qoydu. O, ilk dəfə olaraq xarici şirkətləri Xəzərin Azərbaycan sektoruna cəlb etdi. Ölkəni dünya iqtisadi sisteminə inteqrasiya etdi. Heydər Əliyevin ən mühüm xidmətlərindən biri də müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını formalaşdırmasıdır. Onun Azərbaycan dünyaya günəş kimi doğacaq ifadəsi yalnız bir ümid yox, strateji baxış idi. O tarix qarşısında yalnız siyasetçi yox, müdrik, rəhbər kimi də cavab verdi. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.